Nə vaxt götürmüşdük? Fevral. Fevralda. Evet. Deməli, fevralda ölçüsü 2 sm olan sumukozmiyoma götürmüşdük rezektoskopla və bugün pasient gəlib. Menstrual siklinə cəmi 2-3 gün qalıb, gəlib və biz baxırıq. Görürsünüz uşaqlıq, bu da endometriyadır, qalındır. Çünki menstruasiyasına cəmi 2 gün qalıb və heç bir miyoma falan da yoxdur. Uşaqlıq boşluğu gördüyünüz bu endometriyadır. Ölçəcəm bir saat ölçüsünü. 1,3. Yəni pasiyentin menstruasiyasında da çox az qalıb. Ona görə endometriyanı qalın görürük. Boşluğunda isə heç bir patologiya təyin edilmədi. Yəni sumukoz miyoma falan. Həmişə biz miyomanı götürəndən sonra mütləq mən pasiyenti çağırıram və yerinə baxıram. İşimizin nəticəsinə baxırıq. Çox sağ olun doktor. Hə, canım mənim, heç bir problem yoxdur. Şükür Allaha. Sağ olun.